İlk dəfə idi ki, biskvit tortu hazırlayırdım. Heç bilməzdim ki, bu qədər asan hazırlanma qaydası var. 15 dəqiqə ərzində biskvitlərim hazır oldu. Amma bir şeydə peşmançılıq yaşadım ki, kaşki qaynanamın dediyi qaydada edərdim. Batma tozu əvəzinə çayını soda əlavə edərdim. Qaynanamın dediyinə görə qatığa çayını soda əlavə edəndə biskvitlər daha yaxşı qabarır. Sizin başqa bildiyiniz üsullar var? Şərh bölməsində mütləq yazın ki, hər birimiz faydalanaq. İlk öncə 3 yumurta, 1 stəkan şəkər tozu. Yaxşıca mikserlə ağarana qədər açırsınız. Sonra isə üzərinə 1 stəkan qatıq, 1 stəkanda yağ. İtalyan məhsulu olan Diva yağlarının qarğıdalı versiyasını istifadə elədim. Yağların üstün cəhəti də odur ki, üşüşə qablaşdırmada olur və günəş şüaları ilə birbaşa reaksiyaya keçmir. Sonra isə üzərinə 1 ədəd vanil, qabartma və 2 stəkan yarım un. Eyni qayda ilə edib 1 ədəd də kakaolu biskvit hazırlayırsınız. Krem isə yenə bişmə kremi idi, amma bu səfər başqa bir üsulla etmişdim. Video çox uzun olacaqdı, ona görə paylaşmadım. Kremin reseptini isə ayrıca olaraq paylaşacağam. Ona görə də səhifəmizi izləməyi alıb videoya da dəstək olmağı unutmayın. Bu asan, dadlı, yumşaq olan resepti isə qayd eləyin. Qızım neçə gün idi ki, pasta deyirdi. Hər səhər bağçaya getməmiş, elə ona belə sürpriz elədim. Həm mənim ürəyim rahat oldu, həm də onun istədiyi yerinə yetdi. Hazırlayan hər kəsə nuş olsun. Bugünlük vloqum bu qədər. Gələn vloqlarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.